Herkese salam, informatika test topusu 2025 proqramlaşdırma mövzusundan 57-ci suala baxırıq. Sualda deyilir ki, Python dilində yazılmış proqramın nəticəsi müəyyən edin. Deməli, ilk növbədə A dəyişəninə 55 ədədi mənimsədilib. Sonra while dövrü vasitəsilə while dövrünə salaraq, əgər A dəyişəni sıfırdan böyükdürsə, dövrə daxil oluruq. A dəyişənin qiyməti 55, deməli, sıfırdan böyük olduğuna görə aşağıdakı əməliyyatları yerinə yetiririk. Deməli, ilk növbədə A bərabərdir, A çıxılsın, F-in içərisində A. Artıq bu F-in içərisi o deməkdir ki, yuxarıdakı bu funksiya işə düşür. Yuxarıdakı biz A-nın qiymətini əlavə edirik də, yəni X-in yerində olacaq 55. Və biz əvvəlcə A-nın qiymətini sətir tipinə gətirir. Yəni X bərabər olur 5 və 5-ə də. 55 yox, 5 və 5-ə. Sonra bunu for dövrün içərisinə salır. Əgər biz bunu sətir tipinə gətirməsəydik, biz bunu, yəni tam ədəd şəklində biz for dövründən istifadə edə bilməzdik. Ona görə əvvəlcə sətir tipinə gətiririk, sonra for dövründən istifadə edirik. Və for dövründə isə bizdə istəyir ki, deməli, ədədin hər bir qiymətini bir-birinin üzərinə gəlib S-ə mənimsə etmək. S-in qiyməti 0 idi. Deməli, ədədin qiymətlərinin hansılardır? 5 və 5. Deməli, hər birinci dövrdə S-in qiyməti 5 olacaq. İkinci dövrdə həmən ikinci 5-i gəlirik üzərinə, olacaq 10. S-in qiyməti olur 10 və S-i biz return edirik, geri qaytarır. Və burada artıq F mötərizədə A olacaq 10. Yəni biz 55-dən 10-u çıxırıq. A-nın qiyməti olacaq 45. Və M-in qiyməti 0 idi, üzərinə 1 gəlirik, M olacaq 1. Bu M dövrlərin sayıdır. Daha sonra biz baxırıq ki, bizim A-nın qiyməti oldu 45. 45 sıfırdan böyükdür və yenə də bu funksiya işə düşür. Yenə də biz deməli, ədədin qiymətlərini burada yazırıq 45. Ədədin rəqəmlərini cəmləyirik. Olur 9 olacaq bu dəfə. S bərabər olacaq bu dəfə 9-a, yəni 9 geriyə qaytaracaq. 9 geriyə qaytaranda 45-dən biz 9 çıxırıq, olacaq 36.